Bu kış yatmır. Yatmayı bu kış. Bir görüntü var. O da şu oval portret var mı? Çok güzel olup bu kış. Size prenses gösterim. Bu bir prensestir. Bu çok güzel bir kızdır. Ama yatmır. Prenses nömrə 2. Size bugünden bir günaydın, bir səhəriniz, sabahınız xeyir olsun demek istedim. Saçlarım dağınıqdır çünkü çimdim ve saçıma yağ falan vurmadan qurumağa bıraktım ve saçlarım gördüğünüz gibi şişdi. Püskünə düşdü, heç buruqlar da qəşəng görsənmir. Ona göre biraz saçıma yağ vurdum. Ve biz de sizinle bəzi şeyler danışmaq istəyirəm. Bu arada çok sık değil. Ara ara videolarda şey alıram. Niye Türk dilinde danışırsınız? Niye Türkçe sözler istifadə edirsiniz? Danışa bilirsiniz ancaq Azərbaycan dilində danışın. Danışa bilmirsiniz ancaq Türk dilində danışın kimi buna benzer yorumlar alıram. Bu yorumlara cevap verirəm ama artık bundan sonra cevap vermeyi düşünmürəm. Cevap vermeyeceğim. Çünkü buradan bir neçə dəfə bundan qabaqki videolarımda da bu mövzuya dəymişdim. İndi də dəyəcəyəm və bir daha bu mövzuya qayıtmaq da istəmirəm. Mən Türkiyədə yaşayıram. Mənim çöldə işlətdiyim dil Türk dilindədir. Mən evdə Azərbaycan dilində sadəcə evimdəkilərlə danışıram və bu arada mənim ətrafımda bir-iki tanıdığım Azərbaycanlılar da varsa, onlar məsəl üçün uşaqlarını evdə heç də Azərbaycan dilində danışmırlar. Azərbaycan dilində heç danışmırlar. Uşaqlarla genelde Türk dilində danışırlar. Yani mən isə evdə indi gördüyünüz qədərilə oğlumla Azərbaycan dilində danışıram və mənim oğlum da maşallah olsun Azərbaycan dilini bilir. İndi qızlarım da böyüyür. Qızlarımla da Azərbaycan dilində danışıram ki, uşaqlarım Azərbaycan dilini bilsinlər, öyrənsinlər. Yəni Azərbaycan dilini bilməklərini istəyirəm. Yəni bu mənim öz seçimimdir bu arada. İstəsəm belə eləməyə də bilərəm və hər kəs necə istəyir uşağını da elə böyüdür və buna məncə heç kimin qarışma kimi ixtiyarı yoxdur, belə desək. Amma yəni bu mənim öz seçimimdir. Yəni mən bunu istəyirəm. İndi gələk niyə türk dilində söz çox istifadə edirəm? Qızlar, xanımlar, bacılarım, mən Azərbaycanda yaşamıram. Mən Türkiyədə yaşayıram və çöldə genəldə çöldə çox danışdığım və istifadə elədiyim günlük şey Azərbaycan dili deyil, türk dilidir. Türk dilində istifadə etdiyim üçün dilimə oturub və mən dünən gəlməmişəm bura. 8 ildir, 9 il olacaq. Mən burada yaşayıram. Burada yaşayıramsa 9 ildir. Təbii ki, mənim dilimə bu qədər söz. Mən gedib, məsəl üçün atıram sizə, gedib Amerikada da yaşasaydım, mənim dilimə ingilis dili sözləri oturacaqdı. Mən gedib Rusiyada yaşasaydım, rus dilində sözlər oturacaqdı. Nə bilim, gedib Afrikada yaşasaydım, Afrika dilində olan sözlər mənim dilimə oturacaqdı. Gündəlik həyatında insan hansı dili çox istifadə edirsə, o sözlər otomatik insanın dilinə oturur yəni. Bu hamı da belədir. Yəni heç kim deyə bilməz ki, yox, mən belə seçmirəm, mən belə eləmirəm. Bu hamı da belədir. Bir də bu mövzuya da dəyinmək istəyirəm. Azərbaycanda gündəlik həyatımızda danışan bir çox insan genəldə rus dilini çox istifadə edir. Tamam. Biz bir zamanlar Rusiyanın işğalı altında olmuşuq, ona bir şey demirəm. Amma indi biz Rusiyanın işğalı altında deyilik və bugün yani indidən söhbət getmir yəni mən 32 yaşındayım. Mən doğulanda da biz Rusiyanın işğalı altında değildik. Deyək ki, onda Rus dili daha baskın idi, indiki baskın deyil. Amma hələ də gündəlik həyatımızda mənə bu yorumu yazanlar heç olmasaydı dönüb öz gündəlik həyatında danışdıqlarına fikir versələr görəcəklər ki, Rus dilində nə qədər söz işlədirlər. Yəni Rusiyada yaşamırsınız. Rus dilində sözlər işlədirsiniz. Amma mən Türkiyədə yaşayıram. Təbii ki, mən türk dilində sözlər işləyəcəm. Bu gayet normal bir şeydir. Nəysə, düzdür, bu fasonda yorum çox gəlmir. Belə yorum yazanlara da çox da fikir bildirib də mənə gözəl yorum yazan insanların sanki sadəcə bunlar varmış kimi davranmaq istəmirəm. Mənə çox gözəl motivə verən yorum yazan canların ciyərlərim, öpürəm hamınızı. Yorum yazan insanlar var. Burada yani onlara çox təşəkkür edirəm ayrıca. Çünki onlar mənə həqiqətən çox böyük motivasiya verirlər. Məsələn, onların şimdi o qədər gözəl yorumu qoyub da bu 2 dənə mənasız yoruma cavab verməyim düzgün olmazdı. Amma ara videolarımda bu mövzu getdiyinə görə və əvvəlki videolarımda da mən bu mövzuya dəyindiyimə görə artıq bundan sonra onlara nə cavab verəcəm, nə buradan artıq bunu deməyə çalışacağım. Yəni bacardığım qədər bu mövzuya artıq dəyməyəcəm. Mən Türkiyədə yaşayıram.
Türkiyədə vlog çəkirəm. Mən burada yəni ikamət edirəm. Mənim türk dilində kəlmələr kullanmağım gayet normaldır. Çünki mənim gündəlik buradakı dilim türk dilindədir. Nəysə, bu mövzunu bağlayaq və bir daha açmamaq niyyəti ilə. Bugün ilk dəfə qızlarımı görməyə qonaqlarımız gələcək. Bizim burada qohum əqrabamız yoxdur. Bizim burada qohumumuz falan yoxdur bu arada. Bir tek Raminin xalası oğlu burada qalır. Bir də mənim indi bildiyiniz kimi bacım var burada. Yəni qohum olaraq dediyim. Başqa qohumumuz yoxdur yəni. Onlar gələcəklər. Çünki uşaqlar prematür olduqları üçün biz evə heç kimi qəbul eləmirdik. Bilirsiniz zaten bu süreci. Və hətta xəstələndilər bir dəfə. Xəstəxanada yatdıq falan. Ondan sonra lap çox qorxduq. Dedik ki, uşaqlar normal doğum vaxtlarının 40'larını çıxarsınlar. Ondan sonra evə artıq birilərini almağa başlayaq. Bizim uşaqların da normal əslində doğulsalardı, doğulma vaxtları yanvarın 6'sına düşürdü və uşaqlarımızın 40'ı da yəni normal vaxtında doğulsaydılar 40'ı dünən çıxdı. 40'ı dünən çıxdıqlarına görə bugün qızlarımı görməyə gələcəklər. Böyük ihtimalla bunu videoya çəkmərəm. Çünki hər kəs video çəkilməyi sevmir. Yəni çəkmərəm. Çünki qonağım mən düzgün bulmuram bunu. Həm də insan oturur 3-5 kəlmə söhbət zad eləyir. Həm qarşıdakı narahat olmasın, həm biz rahat-rahat oturub söhbət eləyə bilək deyə bunu böyük ihtimalla çox çəkmərəm. Amma yəni bunu buradan demək istədim ki, bugün qızlarımı ilk dəfə yəni görüşünə gələcəklər. Dünənləri də çox təsadüf bir şəkildə uşaqları çimizdirdi. Hətta bacım bizdəydi, belə dedi ki, uşaqların 40 banyosu yapıldı, 40 hamamı eləndi. Amma əslində heç elə bir niyyətim yox idi. Hava çox qəşəng idi. Havanı dəyərləndirib uşaqları çimizdirmək istədim ki, hava yaxşıdır, istidir, evdə yaxşıdır. Uşaqlara yaxşı olar da, yəni çimizdirmək daha rahat olar, soyuq falan olmasın deyə. Uşaqlar dünənlər çimizdirdim və buna heç diqqət eləmədən, bacım deyəndən sonra diqqət elədim. Uşaqları 40 hamamını da elətdirmiş kimi bir şey oldu əslində. Bu arada hava bugün də çox gözəldir. Tam belə deyirəm də çölə çıxmalı, gəzməli hava var. Amma bizim bebeşlər balaca olduqları üçün biz hələ də çölə çıxmırıq. Gerçi inşallah həkimə gedəcəyik. O da çölə çıxmaq sayılır. İndi bilmirəm hava necə olacaq. Gələn həftə 2 dənə həkim müayinəmiz var. Həm göz üçün, həm şey üçün. Bu göz dediyim bilirsiniz zaten 3 həftədə bir gedirik. Bir də nə müayinəsi idi o? Genel həkim müayinəsi, poliklinika. Genel olaraq bütün uşağı həkim baxmır. Belə başdan aşağı çəkisindən tut hər şeyinə qədər. Ona baxacaqlar. Bir də bu arada videonu açıram 2 gündür. Sabahınız xeyir deyirəm. Səhər kahvaltımızı çəkirəm, ondan sonra heç nə çəkmirəm. Səhər kahvaltımızı çəkirəm, ondan sonra heç nə çəkmirəm. Yəni 2 gündür belə keçir. 2 gündür belə keçir deyəndə ki, mənim bu həftəm də zaten çox da yaxşı keçmədi. Çox yuxusuzam, amma yuxusuzluğumun səbəbi bir tek uşaqlar deyil. Yuxusuzluğumun səbəbi həm də çox yuxu görməyimdir. Mən zaten çox yuxu görən bir insanam. Yəni mən gözümü qapadar qapatmaz, yəni gözümü yumdumsa mən yuxu görəcəyəm. Bu mənim gayet normalımdır. Yəni yuxu görməsəm qəlbə gələr mənə ki, mən niyə yuxu görmədim məsələn. Mən həmişə yuxu görəm. Burada işıq o qədər. Belə işıq daha yaxşıdır. Yəni mən yuxu görən insan olduğum üçün bu mənim üçün normaldır. Amma bəzi yuxular çox belə bilirsiniz, hərəkətli olur, yorucu olur. Belə bildiyiniz qorxulu yuxular görmürəm. Yəni arada onlardan da görürəm, amma bu dediyim indiki məni narahat edən yuxularım ondan deyil. Mənim indi gördüyüm yuxular sadəcə olaraq belə nə deyim sizə, stressli yuxulardır genel olaraq. Daha stresli yuxular görürəm. Bunu görmək məni yorur. Zaten az yatıram. Üstü yuxuda da çox belə beynim sürəkli sanki işləyirmiş kimi, heç dincəlmirmiş gibi hiss elədiyim üçün mənim bu həftəm belə yorucu keçib. Yaxşı həftə keçirmişəm deyə bilmərəm. Neyse bunlar sizə demək istədim. Yəni bu gördüyünüz videoda çox belə cansız gəlsə sizə səbəbi odur. Davam elətdirə bilmədim. Həm də 2 gün arada bacım gəldi. Bacım gələndə də rahat video çəkə bilmirəm evdə adam olanda. Yəni olmur, alınmır. Hər kəs yenə dediyim kimi videoya çıxmaq istəmir. Hər şeyi çəkə bilmirəm.
Özüm tək olanda özümə aid olduğu üçün hər şey özümü rahat-rahat çəkirəm, amma hər kəsin hər şeyində o qədər rahat-rahat çəkə bilmirəm. Olmaz yəni. Sonuçta bu mənim və mənim ailəmin, yəni çəkirdək ailəmin, balaca ailəmin yəni bizə aid bir kanaldır. Bunu da yəni mən seçim edə bilirəm, nəyə çəkəcəm, nəyə çəkməyəcəm. Amma başqasını çəkəndə soruşmaq lazımdır. Bunu paylaşım, bunu paylaşa bilərəm, bunu paylaşmaya bilərəm falan filan. Nəysə o toplara girməmək üçün çəkim yapmıram. Yenə boş-boş çox danışdım. Başınızı ağrıtdım. Bu arada bir de yorumlarda sizden bunu bilmək istəyirəm. Bildiyiniz kimi mən son zamanlarda paylaşdığım videolar çox uzundur. Yəni hardasa 45-50 dəqiqəlik videolar paylaşıram. Çünki genelde video çəkmək çətin deyil. Yəni videonu əlində götürüb elədiyin hər şeyi çəkə bilirsən, amma videonu editləmək biraz problemli və çox vaxt aparır. Məlum məsələ, mənim körpə uşağım var, ev işlərim var, özümü ayırmaq istədiyim bir vaxtım var. Çünki mən çox vaxt özümə də vaxt ayıra bilmirəm. Çox fazla özümə vaxt ayıra bilməyəndə də çox yorulmuş hiss edirəm özümü zehnən. Ona görə də yəni maksimum həftədə 2 dəfə videoları editləyə bilirəm. Ondan fazla video editləməyə vaxt ayıra bilmirəm. Çünki video editləmək ən az mənim 3-4 saatımı, bəzən 5 saatımı belə apara bilir. Yəni bu günün çox önəmli bir hissəsidir mənim üçün. Ona görə də belə bir şey olduğuna görə mən gündə həftədə cəmi 2 dəfə video editləməyə vaxt, yəni özümü ancaq elə rejimə sala bilmişəm. Ondan fazlasını eləyə bilməyəcəyimə əminəm. Yəni buradan sizə yalandan deyim editləyərəm, sonra editləmərəm, paylaşmaram, o doğru olmaz yəni. Ona görə də sizdən bunu soruşmaq istəyirəm. Bir izləyicim yorum yazdı ki, videoları 2-yə böl, elə paylaş, daha yaxşı olar sənin üçün. Mənə biraz məntiqli gəldi, amma belə bir şey eləyə bilərəm. Videonu editləyim, yarısını paylaşım, davam edəcək yazıb, yarısını da sabahsı gün paylaşım. Nə deyirsiniz? Belə eləyim görəsən. Çünki indi bir dənə də şey var. Deyək ki, mən özüm də buna yola çıxaraq deyirəm. Mənim də izlədiyim vlogerlar var, çox sevdiklərim. Onlar çox uzun video paylaşanda, məsəl üçün, bəzən mənim vaxtım olmur hamısını izləməyə. Açıram, yarısını izləyirəm, yarısını qapadıram. Bəzən yarısı yadıma düşür izləmək, bəzən yarısı yadıma düşmür izləmək. Ona görə də belə bir şey ağlıma gəldi. Yəni izləyicim tövsiyə elədi ki, yəni hər gün paylaşım, amma o videoları biraz kısaldarak paylaşım. Amma mən o kadar editləyə bilməyəcəyimə görə belə bir şey deyə bilərəm ki, videonu editləyim, 2 yerə bölüm, yarısını paylaşım, yarısına davam edəcək yazım sonuna və ertəsi gün paylaşım. Nə deyirsiniz? Nə məsləhət görürsünüz mənə? Mütləq mənə bunu yorumlarda yazın. Bu mənim üçün çox önəmlidir çünki. Hava o kadar möhtəşəmdir bax. Havanın möhtəşəmliyini göstərim. Çox gözəl hava var da. Mükəmməl hava var. Bu arada burada bir tane uzun bina vardı. O uzun binayı yıkıblar diye. Bura o kadar açılıb, o kadar geniş görsənir, rahat belə. Nə bilim, ürək açan görsənir çox. Məsələn, bilmirəm ya, belə çox dəyişik görsənir balkona çıxanda. Ne gözəl hava var. Mükəmməl hava var. Möhtəşəmdir. Çiçəklərimin gözəlliyi bəs. Amma hamısını yer veriləməliyim, nə gülə düşüb. Çox qəşəngdir. Tombik, bax onu yeyirsən sonra qusarsan. Yemə. Burada plastik şeyler var. Masa var, sandalye var. Onun üstünü brandayla örtmüşük ki, güneş yağış eşin eləməsin. Tam gezməli hava diye. Çölə çıx yeri, gəz. Hə, Tombik. Ne oldu? Video çekirim. Burada Melisa'dır. Tanış olun. Bacımın böyük kızı. Bacımın Böyük kızı değilsen, bazı kızsan. Hayır, bazı kızı değilsen hatta. Hava da orada mükemmeldi. Kerim bu arada evde değil. Gedib şahmata. Burada Azərbaycanda bir şey yoktur, səhv eləmirəmsə. Varsa da mən bilmirəm. Dövlətin kursları var. Uşaqları göndərə bilirsən, seçə bilirsən. O kursları, hansı kursları istəyirsən, uşaqları ora göndərə bilirsən. Bizim uşaqlarda Kərimi həm basketbola, həm şahmata yazdırmışıq. İkisinə də gedir. Pis cəhəti bir dənə oldu ki, məsələn basketbol həftədə 2 dəfədir, həftə sonları 2 dəfədir. Amma Kərim ona gedə bilmir çünki onun əvəzinə bazar günləri şahmata gedir. O barədə biraz pisdir. Çünki eyni üst-üstə düşür saatları. Çaş ki şahmatın saatı ayrı vaxtda düşəydi. Gəl hamıya. Salam ver. Necəsiz deyin. Xoş gəlmişsiniz deyin. Bizim kanalımıza. Xoş gəlmişsiniz deyin bizim kanalımıza. Sen çok akıllısın. Belə. Düşüm aşağı. Bu arada anam
Ay, qonaqlarımız üçün səhər tezdən durub şirin şeyzat hazırlayıb. Sağ olsun. Yaxşı ki analar var. Analar olmasa biz nə edərik? Kəsəndə içində göstərərəm. Prosta arvadın yadından çıxıb evdə patlısa götürüb bunun üstünə qoyub. Keks hazırlayıb, kremli miremli. Burada da qozuçu elədilər. Aha, Melisa təmizlik eləyir. Burada qozuçu eləyiblər. Şey üçün. Bayram. Novruz bayramının ilk çörəkləri üçün. Kesin bu tərəfə mən işitməyəcəksiniz orada. Həm Melisa oradan toz salıb, Əminə buradan işləyir. Aşağıda çox səs-küy var. Bayram çörəklərini indidən içine hazırlayır derseniz, atam gəlir gələn həftə. Sizə keçən videoda demişdim. Atam gələcəyi üçün də bayrama qədər qala bilməyəcək. Anam da dedi ki, onun üçün də o gələnə qədər də elə bir gəlmişkən bayram çörəyi yemir orada. Ona bayram çörəyi də eləyək. Novruz bayramına aid bu arada. Şirniyyatlardan bişirin, kişi də yesin. Düşüncəli. Ona görə anam elə bir dedi ki, 2 dəfə bişirərəm. Bir dəfə indi bişirərəm, biraz indi bişirərəm, biraz da bayramda bişirərəm. Biz hər il bu arada burada eləyirik. Səməni də qoyuruq, Novruz bayramında eləyirik. Çünki milli şeylər eləməyi çox sevirik. Yəni hər şeyin öz yeri var. Yəni milli adət-ənənələr mənim üçün çox önəmlidir. Mən dünyanın o başına da getsəm onu eləyərəm. Yəni mən bugün göndərin, nə bilim, o biri başqa bir qitəyə də göndərin. Yenə də mən milli adət-ənənələrimizi bacardığım qədər uşaqlarıma öyrətmək istəyirəm. Çünki mənim üçün çox əzizdirlər. Mənim uşaqlığımdılar yəni onlar. Biz çox sevirəm milli adət-ənənələrimizi və Novruz bayramı mənim üçün milli adət-ənənədir. Yani ay deyirlər ki, Novruz, bəzilərində var ki, ay Novruz, nə bilim, günahdır falan. Mən Novruza dini bayram kimi baxmıram. Novruz bizim dini bayramımız onsuz da deyil. Novruz bizim kültürel bayramımızdır. Yəni bizim milli adət-ənənəmizdir. Yəni başqa bir şeydir mənim üçün. Mənim uşaqlığımdır, körpəliyimdir, gəncliyimdir, yeniyetməliyimdir. Mən elə çox sevirəm Novruz bayramını. Qonaqlarımız gəldi, getdi. Mən indi buraları toplayacağım. Hediye getiriblər, onu da sizə birazdan göstərərəm. Öncə toplayayım, sonra göstərəcəyim. Qoyum hələlik bura. Gözde koyma üstüne. Очень Masanın üstüne. 20 saniye aldım. Ya da bunlar yapınca masanın içine koyuyorlar. Size indi alınanları göstereyim. Alınanlar bakacağım. Bu kampüksü. Evet. Bir de 2 tane böyle şirin taş getiripler. Benim kızlarıma. Durun ne kaşındı. Bayıldım. Çok şirindiler. Bir de pul hediyesi verdiler. Ama çok şirindi. Onlara bayıldım. Eyni dersten 2 tanedir. Tabii ki ekiz olduğularına göre. İnşallah sağ salamat da geyinərlər. Allah'ın köməkliyi. Bunlara bu arada uşaqların bütün paltarları yuyulub. Biz indi geyəcək, sonra geyəcək ayırdıqlardan hamısını yuduq o vaxtı. Bunları da yuyub onların içinə qoyacağım. Belə saxlayamaram. Yəni eləyərəm, içlərinə qoyaram. Oturdum ütülərimi eləməyə, nəhayət axşam vaxtı buna vaxt tapa bildim. Neçə, yəni hardasa baxsanız 2 həftədir mən ütüləri yubadıram. Bugün eləyəcəm, sabah eləyəcəm, bugün eləyəcəm, sabah eləyəcəm. Yubada nəhayət bugün axşam otura bildim bu ütülərin üstünə. Amma belə bir şey də var. O ütüləri hər dəfə o tərəfə uşaqların bodilərini çevirmək, ütüləmək, sonra təzədən tərsəsinə çevirib bir də qatlalamaq o mənə zülüm kimi gəlirdi. Bilmirəm niyə. Ona görə Raminə verdim. Dedim ki, sən mənim üçün bunları çevir, yanına qoy, mən sonra qatlayaram bunları. Doğrudan da yaxşı ki, belə eləmişəm. Çox rahat oldu mənə.
Ramin sağ olsun, o qəşəng hamısını çevirdi. Sonra paltarların hamısını da qəşəng çevirib hamısını beşlikaya taxıb yanına qoydu. Sonra mən təbii ki hamısını yerber elədim. Bodiləri qəşəng qatladım elədim. Yəni çox rahat oldu mənim üçün. Bundan sonra böyük ehtimalla axşamları oturub ütüləyəndə belə eləyəcəyəm. Çünki başqa türlü özümə zülüm kimi gəlir. Yəni həm çevir, həm ütülə, həm sonra təzədən çevir, qatla. O mənə çox uzun gəldiyi üçün tənbəllik eləyirəm ütüləməyə və uşaqların paltarları gerçəkdən o qədər birikmişdi ki, yəni o qədər çox toplanmışdı bir araya ki, uşaqların geyindirməyə şey tapa bilmirdim. Tulum. Uşaqları geyindirməyə tulum tapa bilmirdim o şey. Ona görə bu şəkildə çox rahat oldu mənim üçün. vesaire çıkarmak var. Normal yedek bir tane değil tabii ki de. Başka ayakkabı almadım. Sadece ayağımdaki ayakkabılar var. Bir yedek kadar yani çok gibi bir şey aldım. Bir yedek oldu böyle. Bu gördüyünüz makine böyük ehtimalla bilirsiniz nədir? Tiftik makinasıdır. Tiftik təmizləyən. Məndəki Xiaomi-ninkidir. Yəni gayet də məmnunam. Əslində bu corablara çox tiftik toplanmışdı. Normalda hər zaman tiftikləri təmizləyəndə paltarları aralayıb tiftiklərini təmizləyirəm. Elə daha gözəl təmizlənir. Amma bu corabların materialları elə çıxdı ki, aralayanda daha da corablarda yəni sapını qaldırdı corabını, elə bilin ki. Yəni corabda cırıq yaradırdı hardasa. Ya o dərəcəyə gətirib çıxartdı. Gördüyünüz kimi bir sürü də toz topladı. Yəni corabı təmizləyə bildiyim qədər təmizlədim. Amma ki heç materialını sevmədim bu corabların. Yəni süslü olduqlarına görə, üstündə yazı yazdığına görə insan sevinə-sevinə alır, amma yəni belə şeyləri baha satıb kalitəsində bayağı düşük eləyə bilirlər. Maalesef yapa biləcək bir şey yoxdur. Bir də son zamanlarda uşaqların tulumunda belə bir şey olur ki, tüklənmə var. Yəni tulumları yuyuram, sonra götürəndən sonra tüklənmə var. Ona görə bu toz təmizləmə rulosu ilə bütün tulumlarında olmur bu arada. Bəzilərində olur, bəzilərində olmur. Onların tulumların hamısının tozunu təmizlədim. Çünkü heç yaxşı olmur, yəni uşağı geyindirəndə də məni aşırı rahatsız edir o tüklənmə. Niyə belə olur, heç başa düşə bilmirəm. Yəni hamısını eyni yerdə saxlayıram, eyni şəkildə yuyuram. Yarısı olur, yarısı olmur. Hər kəsə yeni bir gündən günaydın. Bugün uşaqların rob müayinəsinə gedirik. İndi mən hızlı bir şəkildə hazırlaşacağım. Alerjimi yudum. Rob müayinəsinin Rob müayinəsindən gələndən sonra dırnağa gedəcəyim. İndi orada saat neçədə gələrəm onu bilmirəm. Proma gedərəm yoxsa evə uğrayıb sonra gedərəm. Orasının əmin deyiləm. Hazırlaşıram ona görə ki hafif bir şeylər də atışdırmaq istəyirəm. Yuxudan çoxdan əslində durmuşam. Durdum, uşaqlarını yedizdirdim. Altlarını falan dəyişdirdim. İndi qalıb mənim hazırlaşmağım. Ramin də durğuzmuşam. Bugün Ramin evdədir. Bir yerdə gedəcək yəni. Üzümün hər yerinə tamamilə uygulamıram. Uzun müddətdir belə eləyirəm. Sadəcə BB krem göz altlarıma. Gözaltı niyyətinə. Yəni. Onda daha doğal bir görüntü olmuş. Renk eşitsizliğim haralarda var. Oralara. Uygulayıram. Əsas gözümün altı, burnumun üstü bu yan tərəflər və pudra ilə bunların üstündən keçirəm. Gəlmə yemək qoymuşam, o səsi gəlir. Kontur uygulayıram. Allıq. Qaşları mütləq darayıram. Qaşları darayanda ondan sonra tuş və iş bitdi. Makyaj bitdi bu qədər. Saçımı darayıram. Hazırım. Özümə bir də Raminə yumurta pişirəcəyəm. Bu arada siz də beləsiniz. Məsələn, mən atıram. İndi yağı boşaltdım. O qabı atmayın. Onu tərsinə çevirin. O biraz tərsinə qalar. Ondan sonra onun hamısı aşağı yığışar. Ondan sonra el atarım. Ayaqqabı boşaltdım. Raminin yumurtasını çıxıracağım. Çünki yumurtanı qarışdırılmışsa ver, mən yumurtanı qoyacağım. Tavadan götürməyim. Ramin yumurtası hazır. Keçirəm öz yumurtama. Haydi. Zaten ışıktır yani böyle daha da çok insanlar. Sen yemeğini hazırla da bizden bir yere çıkacaksın. Saat 3'e ben. Saat bu değil misin? Evde saat yoktu. Belediye beyaz beyaz. Ne beyaz beyaz?
Patatesler böyle bir şeydi. Aşağı pişmiş falan. Biraz da pişse. Yok böyle bir şey var. Böyle. Tamam pişip o da kızarmayıp tam. Tozlaşlar bir bak görse buraları kızar. Patates ama bozuk mu? Biraz da peynir de Oraya. Rami Bey, zahmet olmasa. Haşır beliyim de bura. Hadi, hadi yersen sen. Her yerim yağıldı. Hı. Benim karım orada değil. Karnın işi var. Sumak istersen üstüne. Ben biraz özüm dilerim. Değil misin? Evden ne kadar tez hazırlaşırıqsa hazırlaşaq. Yenə də getsin. Yenə bu avtobusa kasa gedirik. Heç olmadı ki, avtobusa belə kayıfla gedək. Yəni heç olmadı da, hələ ki bunu yaşamamışam. Yəni, evdən artıq tez çıxmağa bilirəm də. Uşaqlarla artıq biraz hızlı hazırlaşmayı öyrənmişəm. Amma hələ ki avtobusa hızlı binməyi öyrənməmişəm. Hızlı yok, yavaş. Yox da, yəni hədə qaçaraq gedirəm də. Bugün maşınımız Ramin bəydədir. Tamam var ona gelsin. Mən provası sürürəm. Özə buna kamyonet lazımdır. Tır provası. Hə? Nə kateqoriyasıdır o? Ha? Nə kateqoriyasıdır? Eydi də düzdür. Yalan danışır, onun da kateqoriyası yoxdur. Oturacakları kaçar. Sizə xəstəxananın için göstərim. Xəstəxananın için gratis var. Şey də var, gərçi. Market alışveriş eləyən yerlər də var da. Ramiyə baxdıkən buranın yollarını, buranın hər yerini necə lazımdır. Necə lazımdır düzlədiyi üçün bütün yolları bilir. Çünki doğum eləyəndə mən Çizməmişəm də, xəritəsini mən çəkmişəm. doğum eləyəndə mən qadın doğumda qalırdım. Hə. Market də buradadır, baxın, Carrefour. Qadın doğumda mən orada qalırdım. Uşaqlar da güvəzdə olduğu üçün uşaq xəstəxanası ayrıldı da, elə bir blok-blokdur. Uşaqları da ora qoyulmuşdular. Rami mənim yanıma gəlirdi, sonra oradan da uşaqların yanına gedirdi. Rami məni qoyub çıxıb getdi. Sen yavaşsın. Siz elə bunlara baxın. Moda göstərirlər, moda. Tiplərə bax. Mənim modacı qızlarım. Gəldim. Xəstəxanadan çıxdandan sonra avtobusda Raminlə uşaqlar evə getdilər. Mən isə burama gəldim dırnağa. Dırnaqlarımı elətdirdim. Videoda görsənməz qəşəng. Acından ölürdüm. Tez bazar bir dənə kurabiye aldım. Onu yedim. Sonra milkshake aldım. Milkshake dedim. İçim ve eve gedirəm. Çünkü içimi yorğunam. Yuxusuzam. Yatmam lazımdır. Yenidən salam. Əminə işləyir. Saat 5'də onun otomatik vaxtıdır deyə işləyir. Ev qaranlıqdır. İşığı yandırım. Evin halını size göstereceğim. Eve girdim. Eve girməyimiz yani orada yolda gələndə sizə çəkdim ki oy işığı yandırım. Yolda gələndə sizə çəkdim ki işte şeydi, milkshake almışam, işte kurabiye almışam, onu yeyirəm, acımışam falan filan derken Ramin yığdı, dedi uşaqlar yaxşı deyirlər, nəfəs ala bilmirlər, burunları tutulur falan. Neyse Raminə bir tər baş saldım, Ramin en azından biraz burunlarını açmışdı derken o elə dedi ki biraz açmışam, tam aça bilməmişəm falan dedi ama eve geldim ki yo yaxşı açmışdı burunlarını. Buzlu buzxanada sütüm vardı, onu çıxartmışdım. Nəysə buzxanadakı süt, buzxanaya süt qoyanda hələ onu çözə bilməmişəm bu arada. İnşallah onu çözməyə çalışıram. Buzxanadakı sütün kıvamı bayağı yoğundur. Bəlkə aranızda qoyanlar var. Əgər varsa çıxardandan sonra uşaqlara necə verirsiniz? Bizim uşaqlar çətinlik çəkirlər onu yeməkdə. Yani yeməməklik değil. Bir var yemək istəməsinlər, ağlasınlar. Bir də var ki yeməyə çalışırlar, yeyə bilmirlər. Yoğun gəlir onlara. Kıvamlı gəlir. Buzxanaya qoyandan sonra bu arada süt belə olur. Yəni normalda sütüm elə o qədər belə ağır belə şey süt deyil. Aşırı kıvamlı deyil, normal sütdür.
Amma buzxanaya qoyub çıxardandan sonra elə olur. Xarab olmaq zad yoxdur bu arada, bunu da deyim. Yəni o söhbət deyil. Nəsə, bu göbələk qucağımdadır. Evə girən kimi direkt damlanı aldım ilk öncə qucağıma. Burnunu falan təmizlədim, gördüm yox, burnu təmizdir, Ramin təmizləyib, yaxşı təmizləyir, açıq idi burnu uşağın. Həmən yedizdirdim. Yedizdirən kimi sonra direkt hamama saldım. Hamama salandan sonra gəldim, qəşəng onu kremlədim, elədim, rahatlasın deyə. Ondan sonra da yedizdirdim təkrar bir üstündən. Şamində buradadır, yatır. İndi eyni şeyi də bu göbələyə elədim. Mənə baxır, mən danışa yerim səni. Bir şey olmur. Bunu da qəşəng yedizdirdim. Hamama saldım. Bədənlərinə su vurdum. Hamama saldım necə? Aman şampunlamadım. Düz temizləmişəm zaten şahid. Hafif belə yüngülvari bir əlimlə belə bədənini şampunladım. Qəşəng yudum. Başına heç şampun zad da vurmadım bu arada. Sadəcə su vurdum. Yudum bütün bədənini qəşəng. Əyinlərini dəyişdirdim, altlarını dəyişdirdim. İkisi də çox rahatlayıblar. Bu da çox rahatlayıb, sakitcədir. İndi qoyacağım yerinə yatacaq. Sizə evin halını göstərim. Evə girəndən nəfəs belə almamışam. Yəni dedim evə gedən kimi çay içərim. Nəfəs belə almağa vaxtım olmuyor. Sadəcə əynimin finkasını dəyişib şalvardan çıxmışam. O evin halına baxın Allah aşkına. Ev dağılıb gedir daha belə. Hər yerdədir uşaqların yeri falan. Hamamı orada dağıtmışam. Temizdirmişəm deyə dağıtmışam. Ortalıq dağınıqdır. Kimi yəni uşaqlı anaların məncə bir çoxunun yaşadığı bir prosedurdur. Bilməyəsdim. İndi bu göbələyi yerinə qoyum, ortalığı yığışdırım və mənim aşırı yuxum gəlir. Özümü heç yaxşı hiss eləmirəm, yorğunam və bu videonu da editləməliyəm ki, sizə çatdıra bilim. Ona görə biraz dincəlməyi düşünürəm. Biraz uzanım, bari heç olmasa bir saat da olsa yatıb, durum, ondan sonra bu videonu editləyim. Yəni axşam da saat 6 işdir bu arada. Olmasa bir saat yuxu da mənə çox yaxşı gəlir. Gecə düz əməliyyat yatmamışam, səhər çox erkən durmuşam. Çünki randevumuz tezdən idi. Tipə bu. Bunu öyrənmişəm. Qoyum yerinə yatsın bu da. Pazara girdim. Pazardan bir iki şey aldım. Bal aldım. Böyle bir de pendir aldım. Bunları standart pazardan alırım usta. Bir tane de cəfəri ilə şüyd aldım. Fırlağa gedəndə hiss elədim ki halım çox pisdir. Girib tez bazar bir tane bundan bir de fuisti ilə su aldım. Su içmeye hiç vaxtım olmadıqda evə gəldim. Dırnaqlarımı sizə göstərməmişəm. Dırnaqlarımı da göstərim. İşığa keçim elə göstərim. Bu nə yağışdı? Ay Allah, yağışa baxın. Bilmirəm görsənir ya yox. Yuxarıdan sizə göstərim. Oy.
Görsənir görəsən? İnşallah görsənir yəni. Necə bərk yağır. Yaxşı ki mən evdəyim. Ha. Çox mutluyum şu an. Babat yağış yağır. Elə belə yağmır da yəni. Yağışa düşsəydim suyun içində olardım. Hamama girib çıxmış qədər. Neyse. Ben bağlayaq. Sizə dırnaqda göstərəcəkdim ki, gedək yenə işıqlığa. Sizə dırnaqlarımı göstərim. Dırnaqlarımı tam bilinir, bilinmir, bilmirəm. Belə hafif pəmbə, simli bir şeylədim. Belə sadə pəmbə. Belə görsənir. Həyatda daha pəmbədir, telefonda çox açıq görsənir bu arada. Saçımın başımın dağınıqlığına fikir verməyin. Çünki mən sizdən axırınızda videonu çəkəndən sonra yatıb qaldım. Raminci falan da gəlmişdilər də, heç mənə əl vuran olmadı. Elə belə də yatıb qalmışam. Yaxşı ki yatdım yəni. Biraz dincəlmiş oldum ki, sizə oturub indi videonu editləyə bilirəm. Yoxsa asla videonu əlimə alıb editləyəməzdim yəni. O qədər yorğun, yuxusuz idum. Yatmışam bildiğiniz. İndi biraz semişka çelfi, çay ve edit. Burada yeyilmiş şokolad qabıqları var. Oturdum belənçinə. Yavaş-yavaş videonu editləyirəm. İnşallah bu videomu bəyənərsiniz. Bəyəndiyiniz bir vlog olar. Videomu bəyəndiysəniz bəyən tuşuna basmayın. Kanalıma mütləq abunə olmağı unutmayın. Mütləq yorum da yazın. Yorumlarınızı dörd gözdən gözləyirəm, dörd gözdən oxuyuram. Yəni çox sevərək oxuyuram yəni. Hələlik görüşənə qədər